Amma məsələ buradadır. Gələk görək, bu ortada bir dənə nəhəng var. İndi bunu mən Əjdər Tağızadə deyəndə, deyirlər də, xeyr, elə deyir. Azərbaycanın güneyində bir dənə milli hərəkat vardı və vardı. Dünən görmüşəm biri də bu güneylilərdən, bu Azərbaycanlılar qaçıb gediblər Farsların qulluğunda oturublar Londrada. Orada onların çəhçəhi ilə oxuyur. Hamısı da demək ki, bir-birindən murdar, hamısı satqın, farsçı filan qaçışıq, özləri də bilir. Qaçıblar orada, biz də gəlmişik filan, deyirsən gəlibsən. Və Bakıya birisi intervyu verir bu qəzetlərin birində, ad çəkmirəm. Ha, İran adlanan yer dağılır, hərəkat yaşayır. Dən görə ki, hərəkat nədir? Bəs orada gedibsən, dilini tuturub əlkən olmuş, səsin çıxmadı. Səsin çıxmadı ki, hərəkat var, millət var, türk var. Nə oldu sizə? Bakıya gələndə onda keçib deyirsin, mənim böyük qaşım var da, bizim bəzi o komitələrin pullarını alıb yiyəndə gedirsiniz, şirini, badını gətirirsiniz, moridini gətirirsiniz. O da hamısı gediblər, Əli-Hazretin qısmını yalayırlar. Bütün torpaqlığı istəyirlər, İran istəyirlər. Və nə oldu? 2 ildir burada sal oynasın, vur partasını eləmişdir. Şuşada Ərəq-i Nabi Məhəmmədi tutarağını vuranda halı saz olurdu. Hani Azərbaycan bayrağı? Hani bu millətində adın çəkindəydi? Köhnə oynaşlarınız, köhnə komünist oynaşlarınızı görəndə ki, bu rejimin axıra kimin xidmətindəydilər. Gedib Londrada, həmin Londrada Tehran səfircinin qabağında növbəyə dururdular. İran adlanan yerdə rejimin seçkilərində iştirak edirdilər. Filmləri də qalıb. İndi gedirsə onlardan İranların kongresi 2 gündür. Sal oynasın, qiyamətdir. Bir yandan şahçılar sal oynasın, qiyamətdir. Biri dəsi gedir ora, biri dəsi qaçır bura gəlir. Amma o millət yerindədir. Milli hərəkat dediyi gün nədir? Azərbaycanın güneyinin istiqlalıdır. Bu millət döyüşüb, ədalət olubsun. Heç olmasa adamlar. Kim deyir bunu? O millət ki, bugün oradadır. O millət edirsən demir onu. Kim deyir onu? Hövsələz olsun, hövsələz olsun. Bu günləri, hansı millət ələm bu günləri Tehranda söyledi? Bağışlayın üzrəm, İran adlanan. Bəluç söldədirmi? Ərəb söldədirmi? Tehranda hətta Farsi olan içində rejim istəyir, söldədirmi? Təzə vırıb qırıbdır. Qırmini qırıbdır. Çoxu da elə Azərbaycan, o qızlara baxın, deyir, bu bizimkidir ki. Və onların səsi bir yerdən çıxır, istəmirəm bu köhnə söhbətə qaydam. Onların televizyonları, satelitlər hamısı yayılır. Telefonlar kəsilib, ondan sonra hər şey kəsilib, amma onlar nə qayırır? O televizyonun özünün qoyduğu o zatlarla yazırlar bir-birindən, o da yayır qəşəng, gecə gündüz. Şeypuru piləyirlər. Və demək ki, hamını da neyilə? Falşivini, cəhli bir şeylər düzəldirlər. Səs qoyurlar, ay çıxıb cəmaat mitingə, hamısı şah-şah deyirsən, deyən görə. Yox, şah demirlər. Dayan. Biz İranın sahibi deyirlər, mən dinləyirəm onları. Eləsi də var, eləsi də var. Amma onlar nə qayırlar? O cür ki, qoyurlar üstünə, deyirsən, bunların hamısı, bu demək ki, bu nə deyirsən, bu təzə tapılan bu sistemlərlə qoyurlar, hamı da bilir. Özləri də çıxırlar, o bilən adamlar qoyurlar, qardaş. 400% bu cəhlidir, falşivnidir, cəhl deyiliblər, belə deyil. Ya demək ki, BBC 100%, İran International 4%. Amma məsələ budur ki, bu günləri bunu Amerika da bilir, İsrail də bilir. Deyir ki, hey millətlər, hələ çıxmayın. Hələ çıxmayıblar. Dənə bir yerdə nəmə o bəsizlərdən öldürürlər, soyundururlar, elə az yerdə. Ay bir yerdə 2 dənə güllə atırar, deyirsən, bu rejim bilir. Rejim gedib Həşədir Şəbini, dünənləri, İsrail gün Bəsrədən belə o maşınlarla, tekablarla gətirir. Ən azı demək ki, neçə yüz maşın doldurub, İraq bayrağı ilə gəlirlər dolublar. Demək ki, hara? Əl-Əhvaza dolublar. Orada Abadanda, ondan sonra Əhvazda, o yerlərdə yerləşiblər. Orada da hamı qorxur, bunları nəyə gətirdi? Elə Fatih Milyon, Hüseyin Milyon belə rejim də qabaq demişdi, heç kəs qulaq asmırdı. Mallalar deyirdilər ki, bax gətirərik, sizi qırdırarıq. Özü qırmağı bəs görmüş 2012 savaş 13-də də elədi. İndi gedib demək ki, bu Həşədir Şəbidən, ondan Şətaibdən yığıb İraqdan doldurub gətirir. Amma bir şey də var. O yandan da Amerikada rəhm elənir. İraqda vurur, Musələ kimi vurur, deyir qoymayacaq, hər yandan çıxdınız vuracaq və təmizləyəcəyəm. Suriyədə də, İraqda da, o da Livan gedir. Livanın, Beyrutun ortasına kimi gedir, hamısı bu, neynə, kim qabağını alacaq? Ərəb ölkələri. Ərəblər göstərdilər ki, ən azı bu 50 ildə o Barlo duvarı yıxılandan sonra Hüsnü Mübarək, ondan sonra filan yıxılandan sonra ondan bir yana kimsəyə nə bir güllə atacaqlar. Yasir Ərəfatın əlində qalmışlar, gəldi. Hesab. İndi də bir yalvarırlar, necə yalvardılar ki, Netanyahu, Amerika, Netanyahu yalvardılar. Bu Hamasın axırına çıx. Mən getdim demək ki, Filadelfiyanı bağladım, Misrə gəldim, axırına çıxdılar. Ona görə də bu günləri də yalan deyir ki, Məhəmməd ibn Səlman durub deyir ki, Amerikaya, Trumpa, bunları qoyma, qutarmamış getmə. Getsən əgər bura, Amerika qutarmamış getsə, Trump özü Amerikaya qayıtməlidir. Nələr olacaq, özü bilir nələr olacaq. Ona görə ay Megadi, ay filan filan.
Amma getsə qutarmamış İran adlanan yerdə bu terrorist dəstələr ki, indi öz televizyonlarından and içədir. Qoy getsin bu Trump görün sizə millətlərə deyir. Televizyondan, rəsmi televizyondan barmağı deyir, görün sizin başına nə gedirəcək. Və hazırlıq görürlər, gətirir, yerləşdirir. Ta bu getsəyin, yəni bu günləri demək ki, sokaqlarda, küçələrdə qorxub, gedib girir körpülərin altına, gedib girir məscidlərin içinə, imamzadaların içinə. Bunu da nədən qorxurlar? Bunlar belə, nə deyirsə, niyə can atırlar ki, gizlin gedirlər can? Və ya zat dönəmində, demək ki, o Rəfsəncani dönəmində, prezident dönəmində, gedib danışmırdılar Oliver Snow dönəmində. Ağ evin arxa qapısından gedib danışmırdılar və silah da alırdılar, İsraildən də alırdılar.